Gəlin qapılar açaq, dünyada 25-30 trilyon dollar sərbəst pul fırlanır. O kapitalın bir hissəsini qapı açaq, dünyanın aparıcı banklarını Azərbaycana dəvət edək. Gəlsinlər özlərinin filiallarını, nümayəndəliklərini yaratsınlar. Burada iqtisadiyyatı, istehsalatı, müəssisələri kreditləşdirməyin hansı üsullarla həyata keçirildiyini bizim banklarda öyrətsinlər. Bizim banklar bugün praktik olaraq nə ilə məşğuldurlar? Girov götür, kredit ver, istehlak krediti. Geri qayıtmayanda da əmlakı tutalından al. Lombardlar, bank olmayan kredit təşkilatları. Bu bank olmayan kredit təşkilatları bu ölkədə həmişə demişəm, bu gün də deyirəm, bu efirdən deyirəm. Dövlətlə, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında narazılıq yaradan maliyyə sektorunun əsas yaralı həlqəsidir.